İş zamanı ehtiyatsızlıq Cəlilabad rayonunda ailə faciəsinə səbəb olub. Su quyusu təmir edən 3 qardaşdan ikisi dünyasını dəyişib, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qardaşların su nasosundan ayrılan dəm qazından zəhərləndikləri ehtimal olunur. Faciəli hadisə Cəlilabad rayonunun Uzuntepe kəndində qeyd alınıb. Həmin kəndin sakini Əlqismət Əsədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində onun 3 evladı su quyusunda təmir işləri aparan zaman elə quyunun içindəcə huşlarını itiriblər. Qardaşlardan xəbər çıxmadığını görən yaxınları quyuya baxan zaman onların huşsuz vəziyyətdə olduqlarını görüblər. Qardaşların xilası üçün dərhal aidiyyatı qurumlara məlumat veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilas edicilər və təcili yardım maşını gəlib. Xilas edicilərin və kənd adamlarının köməyi ilə Fərrux, Rasim, Bayram Əsədov qardaşları quyudan huşsuz halda çıxarılıb. Onlardan 28 yaşlı Bayram Əsədov hadisə yerindəcə dünyasını dəyişib. Rasim və Fərrux Əsədov qardaşları isə təcili yardım maşını ilə Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onlara ilk tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan hər iki qardaş reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrdən biri Əsədov Rasim ağır vəziyyətdə olduğu ilə əlaqədar olaraq aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada dünyasını dəyişmişdir. İkinci xəstə Əsədov Fərrux isə aparılan müalicələrin nəticəsində vəziyyətinin yaxşılaşması ilə əlaqədar olaraq evə gedilmişdir. Həkimlərin səyinə baxmayaraq qardaşlardan Rasim Əsədovun həyatını xilas etmək mümkün olmayıb. Ötən gün axşam 23:30 radələrində xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, qardaşlar quyuda təmir işləri apararkən orada olan su nasosu işlək vəziyyətdə olub. Elə ona görə də qardaşların su nasosundan ayrılan dəm qazından zəhərləndikləri ehtimal olunur. Hazırda faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır. Vüqar Əliyev, Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space Cəlilabad.